vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Yeni videomuzdan hər birinizi salamlayıram. Gəlmişəm sizlərə yenə Mərdəkanda çox qəşəng bir ev təqdim eləməyə. Ev yeni satışa çıxıb. Yerləşməsini qeyd etmək istəyirəm. İbo Marketin yaxınlığında Merlin Gözəllik Salonuna çox yaxın bir məsafədə yerləşir. 3.5 sot torpağın içində inşa edilib. Hal-hazırda isə belə güllü çiçəkli bir həyətimiz var. Onu göstərmək istəyirik. Pultdan açılan qapısı, avtomobiliniz üçün böyük bir yeri var. Düzdür, mən oranı başqa bir şey üçün düşünmüşdüm. Amma ev yoxdur. Gəlin. Burada isə həyətin mini söhbətgahı var. Burada barbeküsü qoyulub, mətbəx mebeli yığılıb və qəşəng oturacaqları var. Qarşısında isə belə hovuz tikilib. Hovuzumuzun uzunluğu 6, eni isə 4 metrdir, dərinliyi isə 1 metr 60 santimetrdir. Burada hovuzumuzun filtr sistemi və qəşəng belə bir terası var. Terasda da stol stulunuzu qoyub rahatlıqla əyləşə bilərsiniz. İndi isə keçək evin içinə. Bu arada evin ümumi sahəsi isə 160 kvadratdır. Gedək. İlk öncə başlayırıq mətbəx və qonaq otağından. Gördüyünüz kimi studiya mətbəxdir. Burada TV stand üçün yer ayrılıb. Burada da belə qəşəng mətbəx mebeli quraşdırılıb və göründüyü kimi soyuducusu, sobası, paltar yuyanı, qaz plitəsi, hər bir şeyi var. Sadəcə şəxsi əşyalarınızı götürüb gələ bilərsiniz. Hətta yataq otaqlarında da mebelləri var. Bu birinci yataq otağımızdır. Giriş hissədə belə böyük bir qardirob yığılıb. Qəşəng işıqlı. Paltarlarınızı, əşyalarınızı yerləşdirə bilərsiniz və burada da otağımızın sanitar qovşağı yerləşir. Keçək digər yataq otağına. Evdə 3 yataq otağı var. Bu növbəti yataq otağı. Yataq otaqlarının ümumi sahəsi 20 kvadratdır. Burada evin ümumi sanitar qovşağı və sonuncu yataq otağına daxil oluruq. Sağ tərəfdə yenə belə bir dolab və yataq otağı öz sanitar qovşağı ilə bərabər belə qızılı qəşəng tonlarda. İndi isə bu videomuzun daha sonuna gəldik dəyərli izləyicilər. Qeyd edim ki, qaz, su, işıq daimidir. Sənədlərdə qaydasındadır, kupçası da var. Qiyməti isə start olaraq 275.000 manatdır. Təbii ki, endirimimiz də olacaq. Bizi izləməyi və kanalımıza abunə olmağı unutmayın. Hələlik.